Ailəmlə birlikdə Qubaya gəzməyə gedirik. Qar yağmışdı. Dedik ki, bu fürsəti biz də dəyərləndirək, gedək, gecə Qubanı qarlıda görək. O gün indi paylaşsam da, əslində qar yağan vaxtlarda getmişdik. Doğrudan da Quba qar yağanda daha gözəl olur. Mən Qubanı bir payızını sevirəm, bir də qışın daha çox sevdim. Sanki nağıllar aləmində sənmiş kimi hiss elətdirir. Doğrudan da çox gözəl görsənir. Biz elə çox yuxarı qalxmadıq, Aynurda oturduq. Aynurun onsuz da bilirik ki, dadlı olur yemək. Servisi, hər şey çox qəşəng idi. Həmişəki kimi çox gözəl görsənirdi. Videoya baxdım, insanın ruhu bir daha dincəldi. Sanki əslində bir həftə bundan öncə getmişdi. Videoya yenidən baxdım, özümə belə xoş oldu. Doğrudan çox qəşəng idi. Mütləq əgər bunu sınamamısınızsa, Qubaya qarlı vaxtında gedin. Biz deməli buradan Raminlə çıxdıq. Getdik rayondan Siyəzəndən Mamagili, Papagili götürdük. Ondan sonra getdik Qubaya. Buradan da sizə oturduğumuz yerdən də pəncərəsinin mənzərəsini göstərim. Elə bilin ki, nağıllar aləmində idi. Çox qəşəng idi. Hər dəfə qar yağana deyirdik gedək, alınmırdı. Bu səfər dedim ki, mütləq getməliyik. Getdik. Papam da, Mələk də, Ramin də kartop oynayırlar. Mələk ümumiyyətlə hamımızı məcbur ki, mütləq kartop oynamalısınız. Təbii ki, babası da Mələyin sözündən çıxmır. Mənim atam Mələyin heç bir sözündən çıxmır. Onunla uşaq kimi oynayacaq. Kabinetin özünün kombisi olsa da belə peç də yandırmışlar bizim üçün odundan. O da xüsusi bir gözəllik qatırdı. Belə içərinin havasını göstərim sizə. Buradakı mənzərə məndən almışdı. Qar da yağırdı. Güclü yağırdı artıq biz çıxan vaxtlarda. Yemək də sifariş eləmişdik. Belə mən dedim artıq kabab yemək istəmirəm. Mütləq lül olsun. Bilmirəm axır vaxtlar deyə takmışım. Bir də biz hara getdiksə mütləq qaymaqlı canatinə və ya toyuq ətindən yeri dadlıydı. Yeməyin yanında çayım olmazsa olmasındı. Mütləq çay içməliyəm. Uşaq vaxtından atam nə istəmişiksə, hara getmək istəmişiksə hər zaman bizi aparıb, sağ olsun. Nəyə gücü çatıbsa, nəyə imkanı çatıbsa bizim üçün eləyib. Mən deyəmmərəm ki, biz böyük bir xarici ölkələrə getmişik, gəzmişik, səyahət eləmişik. Yox, amma onun nəyə gücü çatıbsa bizim üçün eləməyə çalışır. Ailə ilə harda olursansa ol, xoşbəxtçilik olur. Doğrudan çox əylənmişik. Videolara indi baxıram, görürəm ki, maşallah olsun, qəşəng oynamışıq. Ən çox burada sevinən Mələkdir. Çünki Mələk qarı çox sevir, qarda oynamağı çox sevir. Babası ilə, dayısı ilə, bizi ilə oynamağı sevir. Birlikdə sonra yemək yenidən sonra biraz Aynurun həyətini falan gəzirik. Təbii ki, hər yeri, hər köşəsi qəşəngdir. Videolarımı bəyənməyi, məni takip etməyi unutmayın.